Gördüğün bu maşına vidalaşır. Ayaz mahalline peşkeş olsun. Ama eləməsəz yaxşı olardı çünki. Yok, önce bu başka çıkış yolu yok. Bu maşına yanmalı. Yani sizin neyin üçün bu kadar bezipsiz? Onsuz da ki bu hemen kayıya böyle. Bu maşın Bayramov Bəxtiyar Məmmədoğlu'na ait maşındır, şəxsi maşınımdır. Özüm birinci qrup Qarabağ əliyəm. Bu maşınla ailəmi, dolanıcılığını təmin edirəm. 1992-ci ildə Ağdam Ağdar istiqamət edən döyüşlərdə iştirak etmişəm və ağı yarılanaraq bir ayağımı itirmişəm. Birinci qrup Qarabağ əliyəm. Kredit almışam, bu işdə baş borcum da var, ödeyə də bilmirəm. Artıq bezdiyim üçün bankın borcu da bir qırar. Maşının qanunsuz hakim qərarını hörmətsiz yanaşdıqları üçün, qanunsuz saydıqları üçün mən bu hərəkəti etmək məcburiyyətəyəm. Mənə qarşı edilən hörmətsizliyi İnşallah resmi səviyyəsində hamı biləcəkdir. İyun ayının 22-sində axırda avtoqəza olmuşdu və polis tərəfindən mənə 400 manat həcmində cərimə kəsilmişdi. Mən hakimi yanına getdim, xahiş etdim ki, mən birinci qrup Qarabağ əliyəm. Bu cəriməni hansısa bir yüngül bir halına əvəz edin. Hakim sağ olsun, hakim böyüyümüzdür bizim. Çox sağ olsun. Böyük hörmətim var. Mənim 22 iyunda olan maşın əməliyyatında avtoqəzanı 8 noyabr 2016-cı ildə yüngül işlə əvəz elədi və protokol çıxardı, qətnamə çıxardı ki, və sənə yazılmış cərimə bu qətnamə əsasında silinəcəkdir və bunu polis şöbəsinin qayiyə təqdim edə. Mən də getdim ora. Orada hakimin qətnaməsini müzakirə elədilər və bu cəriməni silmədilər. 8 ay polis şöbəsində qaldım. Ayaz Məmmədov mənə bu işdə köməklik göstərmədi. İndi artıq bezmişəm. Nə maşını sürə bilirəm, nə sata bilirəm, nə maşını istifadə edə bilirəm. Özümlə qalmışam pis vəziyyətdə. Həqiqətən də əslində qalsa bu görüntülər yaşanmalı değildi. Yani bir Qarabağ qazisinin bugünkü bizim bu... Yani Azərbaycanda ilk dəfə də belə bir hal baş verir ki, yol polisinə, yani yol polisinin haqsızlığına vətəndaş bax belə bir maşını yandıraraq etiraz edir.